главным блогером Азərbaycana, если можно будет. С удовольствием. Bu Leyla Əliyevanın dalına girmək istəyən şəxsin adı Kamrandır. Qoyundur. Amma özünü ağıllı qoyun kimi göstərmək istəyir. Niyə mən ona qoyun deyirəm? Çünki Kamran mənə söz göndərib. Güya mənə ilişir. Amma qanmır ki, o məni yox, İlham Əliyevi təhqir eləyir. Buradan mənim sualım mehmanadır. Yaxşı, dövləti başa düşdüm. İndi Azərbaycanın xanımlarını niyə müzakirə edirsiniz? Amma heç vaxt Azərbaycan kişisinə yaraşmır başqa insanın həyat yoldaşını müzakirə eləməyə. Kamran Razmavarçik mənə deyir ki, a mehman, bir Azərbaycan kişisinə yaraşmaz bir Azərbaycan xanımını müzakirə eləsin, onu sorğulasın. A Kamran, yaxşı, bəs bu İlham Əliyev niyə illərdir bütün saytlarda, bütün telekanallarda deyir ki, Mehman Hüseynovun anası ermənidir, ha? Axı bir Azərbaycan kişiyə yaraşmaz belə şeylər demək, ha? Ay Kamran Razmavarçik, bəs Əli Nağıyev, DTX rəisi, niyə Mehman Hüseynovun yatağına kamera qoyub və onun şeyini güdüb, ha? Axı Mehmanın da şəxsi həyatı var, axı Mehmanın da sevgilisi var, düz deyil? Niyə bəs Mirşahin mənim anam haqda, Əli Nağıyev mənim sevgilimi mənimlə çəkən vaxtı soxmuşdun içinə, ha? Niyə? Çünki sən trollsan, çünki sən yaltaqsan. O birisi deyir ki, hörmətli xanımın 20 minlik sumkası var. O birisi nəysə başqa sözlər deyir. Ha vaxtdan Azərbaycan kişilərinə yaraşıb ki, kiminsə xanımını müzakirə eləsinlər. Sonra isə mənə deyir ki, a mehman, sən niyə Alyona Qonçar Əliyevanın 20 min manatlıq sumkasından danışırsan, onu sorğulayırsan? Ay qoyun! Çünki Alyona Əliyeva bizim dövlət büdcəsindən qidalanır. Aydındır? Və mənim bir Azərbaycan vətəndaşı olaraq haqqım var ki, o Alyonanı sorğulayım və ondan soruşum ki, bu 20 min manatlıq sumkanı hansı pulla alıbsan? Çünki bizim dövlət büdcəsindən qidalanır. Eləməyin. Siz ilk öncə kişi olmalısınız. Bacarın bunu. Əslində bu sözü mənə demir. Əslində Kamran Razmavarçik İlham Əliyevə, Əli Nağıyevə deyir ki, kişi olmağı öyrənin. Bax burasını düz dedin ay Kamran. Dik get Əliyevlərin dalına gir, Leyla Əliyevanın dalından öp, bəlkə sənə tula payı verərlər. Mehman Hüseynov yenə mənə aid olan bir video çəkir və orada mənə deyir qoyunsan və pis sözlər deyir. Şəxsin adı Kamrandır. Qoyundur. Amma özünü ağıllı qoyun kimi göstərmək istəyir. İndi isə mən sizə sübut eləyərəm kimsiniz. O videonun altında gözəl sözlər yazan insanlara deyirəm. Kim ki ona poddeşka verir. Gəlin Mehman Hüseynovun qardaşının videosunu izləyək. Heç vaxt torpaqları nə dinc, nə də müharibə yolunda hazır etməyəcəklər. Bax, bunu siz bilməlisiniz. Biz millət olaraq heç vaxt daha günə çıxa bilməyəcək. Qarabağda unutmalıyıq onda və adımıza bir bul və yaxud boyun sürüsü damğası yapışdırıb taleyimizlə barışmalıyıq. Və tənqidə də dözümlü olmalıyıq. Yəni, bugün kimsə canlı yayında xalqa deyir ki, boyun olma, hayır, mənə elə gəlir ki, bu tənqid qəbul olunan tənqiddir. Hər birimizə bu aid olmalıdır və bundan da çox inciməməliyik. Burada isə Emin Hüseynov Mehmanın doğma qardaşı deyir ki, bütün xalq olaraq biz qoyunuq. Mən başa düşə bilmirəm. Biri deyir ki, mən qoyunam. O birisi deyir ki, bütün xalq olaraq biz qoyunuq və heç vaxt Qarabağı qaytarmarıq, unudaq. İndi isə siz də ona poddeşka verirsiniz, kommentlər yazırsınız. Siz mənə deyin, bəs orada kommentlər yazanlar və siz kimsiniz? Siz insanları pis tanıyırsınız. Biraz gözlərinizi yaxşı açın da. Xahiş edirəm. Var olun. Təhqir yapıyor olmaq istəmir. Sərhədə stop, stopa stop, stopa stop. Və heç bir tənqidi media bu dövlətin düşməni deyil. Əksinə yandaş media düşməndir. Çünki bir eybi görə başı sığallamaq o deməkdir ki, həmin eybin böyüməsini istəyirlər, həmin çirkabın dərinləşməsini istəyirlər. Əgər kimsə tənqid eləyirsə, o deməkdir ki, bu tənqidlə həmin problemin həllini istəyirik. Так,
kızımı. Bak Ermenisin. Ermenisin bana. Ermenisin. Bak burada ben gelirim. Polislere ben neylerim deyin. Ben onlara neylerim. Görün beni ne vaziyete salıyorlar. Ben orada onlara neylemiştim. Ne varmıştım. Gör mən nə görəs, bəhmə mən də döşəndi, çırpın. Qoymadı. Bunun oğlu qızı. Dördüncü gün xeyrətlərini gidiyor. Öldüreceğim gidiyor. Ellerinde bir rezin kimi bir şey var idi. Onunla par tapar. Özde Bəhman əmr elər. Qorxma. Mənim sizin dalınızda döşəm. Belə qadına işgəncə verirlər idi. Biz onların anasıydıq, başlıydıq. Dünən məni kimi ağsaqqal 71 yaşında arvadım gözünə qazı töktü. Bak gör benim gözümün sıfatına. Benim atılası yerime değil yerine dök atılmasın, görünmez. Dedi ki, qorxmayın, irəli gedin, vurun qazı gözlərinin içinə. Çox da ki, qadındır. Tibbi yardım göstərtmədilər. Polislərin gerdalındaydı tibbi yardım. Tibbi yardımda qoymadılar bəri keçməyə. Dedilər ki, qoy ölsünlər. Mənim də özümün qolunu bax bu günə qoyubdu. Dubunka vurub bax bu günlərə qoyub mənim özümü. Baxın, şükür deyirlər bizə qaz. Ya siz ölçədeyiz ama. Bizi gözden çünkü çıkardılar. Söğütlü kendik cemaatini gözden çıkardılar. Siyanetini öldüremediğini kazanan indi zəhərləyib öldürəcək. Geçen sefer beni aparıblar. Düz yok, gece saat 2'de Turafsa bırakıblar. Turafsa koyublar. Bir ana yola. O da orada Ələt yolunda. Tek yaşayış ancaq orada tır şoförləri var idi. Yəni belə ben bu qədər mi cinayətkarım? Cinayətkarım, tərəf tutunlar da o qədər məni kimi üzdürüf adamları bunlar tutdular. Türmədədirlər bu qədər neçə illərdir. Bu dəqiqə bizim əsl jurnalistlərimiz Ələsgər Məmmədlidir. Sınıfın 150 idi. Erkəsi qəzetinin 150 bundan qabaq qəzet günümüzdür. Amma bunları ancaq şeylər bəxtə gəldi. Geldi gördünüz. Heç vaxt Azərbaycan kişisinə yaraşmır başqa insanın həyat yoldaşını müzakirə eləməyə. Eləməyin. Siz ilk öncə kişi olmalısınız. Bacarın bunu. Sağ olasın.